Salam değerli izleyiciler. Bugün sizlerle değer yayınlarının 25 yanvar 2026 yılda təşkil etdiyi sınaq 4 riyaziyyat suallarına baxacağım. Bu tip videoların devamı üçün də kanala abunə ola bilərsiniz. Yəni növbəti imtahan videoları da kanalımda olacaq. Deməli, 26-cı sual. Velosipedçi yolun 28-dən 17 hissəsini getdikdən sonra 55 km getməlidir ki, yolun sonuna çatsın. Ümumi uzunluğu soruşur. Yol bir hissədir. Onun əvvəl 28-də 17 çıxırıq. Deməli, gedilməyən hissəni tapırıq ki, 28-də 11 imiş. Bu da yolun 55 km-dirsə, hissəsinə görə ədəd tapmaqdır. Biz 55-i bölürük 28-də 11-ə. Bərabərdir 55 vurulsun 11-də 28, 11-dən 55 5-i ixtisar gedir. 5-də 28-ə vuranda 140 A variantı. 27. Bir hədlisi hansı bir hədlinin kvadratı? Hər tərəfini 2-yə bölsək, 2-yə bölsək deyəndə kiçiltsək, yəni qüvvətini 2 dəfə. Bura 3, burada 6 eləyəcək. Yəni geri 2-yə 3 düzəltsək də x üstü 6, y üstü 12 eləyəcək. 3, 6 olan variant C variantıdır. Sonra 28-də deməli ASB 90 dərəcədir, CAB 50-dirsə, bura nə qədər olacaq? Şərhlər bura 90-dırsa, bura 40 dərəcə olacaq. Bura o zaman olacaq. Deməli, özü 90 dərəcə idi axı. 90-ın 40-ı buradırsa, 50-si bura olacaq. B variantı. 29-da bu 4 rəqəmli ədədi 3-ə qalxız bölünürsə, A aşağıdakılardan hansı ola bilməz? Deməli, 3-ə bölünməsi üçün rəqəmlərinin cəmi 3-ə tam bölünməlidir ki, 3-ə bölünsün. Burada deməli 2, 5, 7, 7, 6, 13 üstə gəlsin A. Burada A elə bir ədəd olmalıdır ki, 3-ə, yəni toplayanda ədəd qalıqla bölünsün. 3-ə çünki bilməz soruşur. A 2 olanda 15 edir, 15 bölünür. A 5 olanda 18 edir, A 8 olanda isə deməli 21 edir. Bunlar da hamısı 3-ə bölünür. Buradan 5 olanda, daha doğrusu 6 olanda 13 üstü 6 gələndə 19 eləyir. O da tam bölünmür, qalıqla bölünür. 30-da bərabərsizliklərdən hansının həlli yalnız mənfi ədədlərdir? Burada bərabər böyükdür, bərabərdir, kiçikdir, bərabərdir olanlarda sıfırın özü daxildir deyə. Bunlar cavabımızda doğru cavaba ziddir. Mənfini soruşur. Mənfi olanda da deməli x-in böyük olduğu, daha doğrusu sıfırın x-dən böyük olduğu qiymət olacaq. 31-də çox hədlisinin dərəcəsini soruşur. Bir hədlərdən dərəcəsi hansı böyükdürsə, o çox hədlinin dərəcəsi olur. 2, burada x 2-dir, 2 üstü 2-dir, y-də 1-dir, 3. X-da 1, y-də üstü 4. Burada 1, 1, 2, burada da 1. 4 olacaq onda. Cavabımız C variantı. 32-də ədədlərin sırasının medianı 5 olarsa A-nı tapın. Əvvəl arıcılıqla düzməliyik. 1, 3, 4, 7, 9 və A. Deməli, median 5-dirsə, bu 6 ədəddir də. Buradan götürəndə 6 ədəddir. 3-cü və 4-cünün cəminin yarısı olmalıdır da. 4 dənə ədəd var. 5, 6, 7, 8. 5-i qoysaq, A, məsələn, bir dəfə 5 versək, onda sıra belə olur. 1, 3, 4, 5, 7, 9. 4 ilə 5-i biz cəmləyib 2-yə böləndə 4,5 alırıq. Sonra biz A-ya gəlin 6 verək. 6 verəndə 1, 3, 4, 6, 7, 9. 4 ilə 6-nı cəmləyib 2-yə böləndə cavabı 5 alırıq. Hər ihtimal 7 də verək. 1, 3, 4, 6, 7, 7, 9. Burada deməli 6 yox, üzr istəyirəm. 4 ilə 7, 4-ün üstə də 7 gələndə bölürük 2, 5,5 edir. Bizdə medianı 5 istəyirsə, A-nın 6 qiymətində olur. Cavabımız B variantı. Sonra 33. Düz xət üzərində 4 nöqtə qeyd olunduqda ucları bu nöqtədə olan neçə fərqli parça alınır? Baxın, bu birinci, ikinci, üçüncü və dördüncü nöqtələrimizdir. Deməli, bura olsun A, B, C və D parçalarımız, nöqtələrimiz daha doğrusu. Bir dəfə A, B parçası, A, C parçası və A, D parçası.
Sonra BC parçası və BD parçası. Bir də CD parçası. Deməli 6 dənə fərqli parça alınır. 34-də 2 daxili bucağı 40 dərəcə və 60 dərəcə olan 3 bucağın bu bucaqlara qonşu olmayan xarici bucağını tapın. Bura 40 dərəcədir, burada 60 dərəcədir. Onda bura nə qədər olacaq? 2 daxili bucağın cəmi ona qonşu olmayan xarici bucağın dərəcəsinin cəminə bərabərdir. Yəni 40 dərəcə ilə 60 dərəcə 100 dərəcəyə bərabərdir. Ya da 40-60-dırsa, daxili bucaqlar 180-də axı. Onda bura 80 eləyəcək də. Ümumi hamısı 180 olur. Burada açıq bucaq olduğundan 80 bura düşə, 100 də bura olacaq. C variantı. 35. Deməli A hadisəsinin baş verməsi ehtimalı 0,4 olarsa, baş vermə ehtimalı nə qədərdir? Heç nə uşaqlar, birdən 0,4 çıxırıq. 0,6 olur. 0,6 baş verməmə ehtimalıdır. 36-da 3 üstü 4'müz, deməli 3 vur 3, 9, 9 3 avranda 27, 27 3 avranda 81 eləyir. 81 nə qədər 3'ü biz toplamalıyıq ki, bu 81'in versin. Deməli 81'i biz 3'ə bölürük, alırıq 27. Həqiqətən 27'də də 3'ü biz toplayanda edir 87. Cavabımız B variantı. Sağ tərəfdəki toplananların sayını soruşurdu bizdən. 36'ya baxdıq, 37, 2, -2,3 və 3-də 2 ədədlər arasında neçə tam ədəd yerləşir? Bura olsun -2,3, burada olsun 3-də 2. Deməli gəlir -2, -1, 0, 1 və 2. Bunlar da bizim tam ədəd soruşur deyə, deməli -2, -1, 0, 1, 2, 3. Burada 3,2. Olur onda 6 ədəd. Düz saydımsa 6 ədəd olur. Sonra 38. Aşağıdakılardan hansı x-in kvadrat çıxı 6x üstəgəlsin 5 çoxhədli simvollarından biridir? Deməli x1 vurulsun x2 bərabərdir 5. 5 bölünsün A burada 1'dir də. x1 üstəgəlsin x2 də bərabərdir 6'ya. Onda 1 və 5 alınacaq. Müsbət 1 və müsbət 5. Yəni x çıxılsın 1, x çıxılsın 5. Çünki 1 ilə 5'in cəmi 5'dir. Hasili daha doğrusu 5'dir. Cəmi 6'dır. Vuruqlarından birini soruşursa ya x çıx 1'dir ya da x çıx 5'dir. D variantı. 38, 39. 2 bölü 7 nisbətində olan qonşu bucaqların kiçiyini tapın. Bura kiçik 2K'dır, böyük 7K'dır. Cəm nə qədər eləyir? 9K bərabərdir 180 dərəcə, K da bərabərdir 20 dərəcə. Kiçiyini soruşursa 2K bərabərdir 40 dərəcə. C variantı. 40-cı sualda deməli -8 ilə -4 arasında -9 bu tərəfə düşür. Sonra -7, -5 bu ola bilər. -9 yenə o tərəfə düşür. -3 də bu tərəfə gəlir. Yəni ədəd oxunda bura -8-dirsə, bura -9 olacaq. -4 buradırsa -3 bura olacaq. Bizdən halbuki bu hissəni soruşur. O da C variantı uyğundur. 41-ci sualda aşağıdakılardan hansı 3 bucağın tərəflərinin nisbəti ola bilməz? Baxın uşaqlar, bura 3 bucaqdırsa A, B, C. Buradan A ilə B'nin fərqi C böyük olmalıdır və cəmindən kiçik olmalıdır. İndi burada məsələn 1, 3, 5'i götürsək, biz 1'in üstə 3 gələndə bu 5 əslində kiçik olmalıdır. Halbuki 5 böyükdür də buradan. 1 ilə 3 kiçikdir. Amma məsələn burada baxın 3'ün üstə 5 gəlirik 7'dən böyük olur. Ya da 5 ilə 7'yə baxırıq. 5'in üstə 7 gəlirik 3'dən böyük olur. 3 ilə 7'nə baxsaq 3'ün üstə 7 gəlirik 5'dən böyük olur. Və yaxud da burada 7'in üstə 9, 16, 16 ondan böyükdür. 9, 10, 19, 19 7'dən böyükdür. Amma burada bu ödənmədiyindən cavabımız A'dır. Sonra 42-ci sualda x, y 6, x çıx, y 2-dirsə, deməli burada nə x, y mötərizə xaricinə çıxar, qalır y
çıxılsın x bərabərdir. X, y 6-dır. Buradan x çıx y 2-dirsə, y çıx x mənfi 2-dir də. Məsələn, 5-dən 2 çıxırsınız 3-dürsə, 2-dən 5 çıxırsınız mənfi 3 eləyir. Buradan da diqqət eləsəz y çıx x-dir. O da bərabərdir 6 vurulsun mənfi 2. O da bərabərdir mənfi 12. Cavab A variantı. 43-cü sual. ABCD paraleldir. BOC'ni soruşur. Buradan bir belə düz xətt çəkirəm. Bura 132-dirsə, bura edəcək 48 dərəcə. Bura 104-dirsə, o zaman burada 104 eləyəcək. Bura 104-dirsə, bura eləyəcək 76. İndi 180-dən çıxıram 76 və 48-in cəmini bərabərdir. 180 çıxılsın 124 bərabərdir. Deməli 56. Hesablamada səhv yox olmadısa B variantı. 44-də qutudan 1-dən 20-yə qədər nömrələnmiş 20 kart var. Qutudan təsadüfi seçilmiş bir kartda nömrənin 6-ya tam bölünən olması hadisəsi ehtimal tapın. Ümumi nə qədərdir? Ümumi və ehtimal. Ümumi 20-dir də, 20. Ehtimal 1-dən 20-yə 6 bölünür. 6-ya, 12 bölünür 6-ya və 18 bölünür. Yəni 3-dür. O da edir 10-da bir dəqiqə. Bu 20-də 3-dür elə. Biz bunun hər tərəfini 5-ə vururuq. Buranı da 5-ə vururuq. Edir 100-də 15. O da bərabər 0,15 A variantı. 45. İfadəsinin qiymətini tapın. 2 üstü 6-dır. Böl 5 deyirsə çıxırıq 5. Vur deyirsə üstə gəlirik 4. Böl 3 deyirsə, yəni böl 2 üstü 3 deyirsə çıxırıq 3. Vur 2 üstü 2 deyirsə üstə gəlirik 2. Bərabərdir 2 üstü. 6-dan 5 çıxanda 1, 1-in üstə 4 gələndə 5, 5-dən 3 çıxanda 2, 2-in üstə 2 gələndə 4. 2 üstü 4-də edir 16 B variantı. Perimetri 40 cm olan bərabər yanlı 3 bucağın oturacağı 4 olarsa, bura 4'dür, bərabər yanlıdırsa burada A yazıram, burada A yazıram. Perimetrdə bərabərdir A üstə gəl 4 bərabərdir 40. 2A üstə gəl 4 bərabərdir 40. 2A bərabərdir 36. A da bərabərdir 18. Yan tərəfi də oldu deməli 18. Sonra bu çoxhədlinin bir dəqiqə standart şəkildə yazılışında x-in kvadratı əmsal x üstü 2-nin əmsalı. Əvvəla açırıq x üstü 3, yəni bir dəfə belə vuracam, bir dəfə də belə üstə gəlsin x-in kvadratı. Üstə gəlsin 2x-in kvadratı, üstə gəlsin 2x bərabərdir. Bu x-ların kvadratını bir toplayıram. X üstü 3 üstə gəlsin 3. X üstü 2, üstə gəl 2x. Əmsal neçə oldu? 3. Cavab B variantı. 48-də 3 bucağın daxili bucaqlarından birincisi daxili bucaqların cəminin 0,15 hissəsinə bərabərdir. Deməli, alfa, beta və gamma eləyək. Alfa birincidir. Yəni, bu bizim bir üç bucağımızdırsa, baxın bura. Alfa, beta və gamma. Deməli, daxili bucaqların cəminin 0,15 hissəsinə. Daxili bucaqların cəmi 180 dərəcədir. 180 dərəcənin 0,15 hissəsini soruşur. O da edir 27 dərəcə. Birinci elədi 27 dərəcə. İkincisi isə, yəni daxili bucaqların cəminin dövrdə, baxın bu necə açılacaq?
tam 3, 4, 6. Baxın, bu olacaq 90-da 36 çıxılsın 3. Yəni 33, 90-da 33-dür. Onda biz 180-i vururuq 90-da 33-ə. Bərabər 90, 180 2-yə gedəndə burada qalır 60. Üçüncü bucağını soruşun. Baxın, bura 27-dir. Bura 66-dır. Bura nə qədərdir? 180-dən çıxırıq ümumi. 27 ilə 66-nın cəmini bərabərdir. 180 dərəcə çıxılsın. 27-nin üstə 66 gələndə 93. 180-dən 93 çıxanda edir 87. 49-da cədvələ əsasən B çoxhədlisini tapın. A çoxhədlisinin vuruqları budur. Yazıram. A bərabərdir. X çıxılsın 2 vurulsun. Y çıxılsın 3. Bərabərdir. X Y-ə vururam. 2 çıx 2Y çıx 3X çıx üstəgəl 6. Bu bizim Y-dir. B isə bərabərdir. X üstəgəl 1 vurulsun B. Bu da B-nin vuruğudur. Yəni A-nın gəlirik qoyuruq. Baxın, bu A-ya, bu yaz tapdığımızı X, Y, çıx 2Y, çıx 3X, üstəgəl 6, üstəgəl 9X, üstəgəl 3Y bərabərdir. Deməli, XY 2Y-in üstünə 3Y gələndə mənfi 2Y olduğuna Y eləyir. 3X-la 9X üstəgəl 6X eləyir. Bu da üstəgəl 6 eləyir. İndi burada X üstəgəlsin 1-dir. Və vuruğumuz Y üstəgəlsin, məsələn 6 ola bilər. Niyə 6-nı 1-ə vuranda 6 eləyir? Bir dənə yoxlayırıq. Məsələn Y üstəgəl 6 ilə X üstəgəl 1-i yoxlayanda X, Y üstəgəlsin 6X üstəgəlsin Y üstəgəlsin 6. Eyni bunu alırıq. O biri B çoxhədlisini tapın. Deməli, B-mizin ikinci vuruğu Y üstəgəlsin 6-dır. Bu da bizim B çoxhədlimizdir. Burada yazırıq B. Baxın, B cavab Y üstəgəlsin 6-dır. B-miz də tapdıq. 50-ci suala baxırıq. Uyğun tərəflər perpendikulyar olan bucaqlar olarsa, X-in mümkün qiymətlərini tapın. Baxın, belə iki cür ola bilər. Bir belə çəkirəm. Bunlar bir-birinə perpendikulyar oldu. Bura alfa, burada beta. Alfa ilə betanın cəmi deməli neçə olacaq? 180 dərəcə. Burada 90, 90, 180, 180, 360 dərəcə. 180 dərəcə olmalıdır. Yazıram 7x üstəgəlsin 10. Üstəgəl 2x, üstəgəl 35 bərabərdir 180 dərəcə. Buradan 9x üstəgəl 45 bərabərdir 180 dərəcə. 9x bərabərdir 135 dərəcə. X də bərabərdir 15 dərəcə. Birinci x-imiz 15-dir. İkinci necə ola bilər? İkinci xəttə çəkəcəm indi. Baxın şagirdlər, buradan çəkirəm belə. Belə. Bu da belə. Baxın, burada 90 dərəcə ola bilər. Bunu bir dənə qızardım. Baxın, burada da göstərim ən yaxşısı. Belə və belə. Bura 90 dərəcə, burada 90 dərəcə. Baxın, bura. Bura 90 dərəcə, burada 90 dərəcə. Bura alfa, bura beta. Onda bura gəlir beta, bura alfa elədiyindən alfa ilə betanın cəmi 90 dərəcə eləyir də. Yəni alfa, beta, bir dəqiqə. Daha doğrusu alfa ilə beta bir-birinə bərabər olur. Çünki burada bunlar bərabərdir. Bu bucaqlar bərabərdirsə alfa ilə beta bir-birinə bərabər olur. Şərhlər biraz yorğunluqdur deyə gec izah etmiş oluram. Alfa, beta, yəni 7x üstəgəlsin 10 bərabərdir.
2x üstəgəlsin 35. 2x-i bu tərəfə keçirəm 5x, 10 da tərəfə keçirəm 25. X də bərabərdir 5. X-in mümkün qiymətləri 5 və 15-dir. Bu da cavabımız. Bura qədər izlədinizsə kanalıma abunə olun. Sağ olun, salamat qalın. Növbəti videolarda görüşərik.